Ya keçməzdən əvvəl kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Yaralı vəziyyətdə Gəncə Dövlət Texnologiya Universitetinin tərk edilmiş yataqxanasında tapılan və bir gün sonra xəstəxanada vəfat edən 11-ci sinif şagirdi Elgün İbrahimovun ölümü cəmiyyətdə böyük rezonansa səbəb oldu. Hadisə ilə bağlı müzakirələr hələ də davam edir. Valideynləri onun qətlə yetirildiyindən şübhələnirlər. Araşdırılan digər bir versiya isə Elgünün intihar etməsi ilə bağlıdır. Lakin hələlik istintaq yekun nəticəyə gəlməyib. Bəs indiyə qədər bəlli olan fakt və əlamətlərə əsasən nə demək mümkündür? Sadalanan versiyalardan hansı həqiqətə yaxındır? Mövzu ilə bağlı Bakı Post Azza danışan Bakı Səhər Prokurorluğunun İstintaq İdarəsinin sabiq böyük müstəntiqi Müşfiq Abbasov bildirib ki, dəqiq nəticəyə gəlmək üçün istintaq materiallarının araşdırılması vacibdir. Amma mən ilkin olaraq onu deyə bilərəm ki, əgər meyit o vəziyyətdə 5 mərtəbəli binanın həyətində aşkarlanıbsa, intihar versiyası da, binadan ehtiyatsızlıqdan yıxılma versiyası da mümkündür. Abbasovun sözlərinə görə hadisə yerindəki görüntülər və meyitin aşkarlanma forması hündürlükdən yıxılma ehtimalına əsas verir. Təbii ki, yüzlərlə fərziyyə var. Lakin ümumi götürəndə hadisə yerindəki görüntüyə baxanda mənim fərziyyəm budur ki, bu hündürlükdən yıxılmanın xarakterik xəsarətidir. Düzdür, bunu daha çox ekspertlər müəyyənləşdirir. Amma başın o hissədə dağılması adətən hündürlükdən yıxılma zamanı alınan xəsarətə bənzəyir. Təbii ki, bunu məhkəmə tibbi ekspertlər daha dəqiq bilir. Hesab edirəm ki, bu versiya üzərində daha çox dayanmaq lazımdır. Yəni binadan düşmə. İntihar ehtimalını istisna etməyən Abbasov Elgünün sosial şəbəkədə yazdığı statusdan da bəhs edib. İndi intihardır, ehtiyatsızlıqdan olub, yaxud onu kimsə oradan atıb, bunlar araşdırılmalıdır. Bu şeylər mümkündür. Instagramda gördüm ki, onun mən artıq istifadə olunmaqdan yoruldum deyə yazdığı bir statusu var idi. Adətən bu cür status yazan insanlarda müəyyən qədər intihar ehtimalı olur. Amma yenə deyirəm ki, burada dəqiq qərarı istintaq orqanlarının mövqeyini gözləməklə vermək olar. Yəni bizim dediklərimiz fərziyyələrdir.